Deməli, danışırıq bugün köməkçi nitq hissələrindən. Biz əvvəlcə morfologiya bölməsində keçid edəndə demişdik ki, ümumi olaraq nitq hissələri iki yerə bölünür. Köməkçi nitq hissələri, əsas nitq hissələri. Köməkçi nitq hissələri müəyyən bir suala cavab vermir. Leksik mənası yoxdur. Cümlə üzvü olmur. Yalnız və yalnız biz deyirik köməkçi nitq hissələrinin qrammatik mənası var. Yalnız və yalnız qrammatik mənası var. Köməkçi nitq hissələri cümlə üzvü olmurlar, söz yaradıcılığında iştirak eləmirlər, belə deyək, leksik və qrammatik şəkilçi qəbul eləmirlər. Köməkçi nitq hissələrimiz qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Bunların da hərəsinin özünə məxsus xüsusiyyətləri var, funksiyaları var. Qoşma sözə qoşularaq müəyyən məna çalarları yaradır. Bunları əzbər öyrənməlisiniz. Bağlayıcı sözləri və yaxud da söz birləşmələrini, hətta cümlələri bir-birinə bağlayan, adından da göründüyü kimi bağlayan köməkçi nitq hissəsidir. Ədat cümlənin təsir gücünü artırır. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Nida isə hiss həyəcan bildirən köməkçi nitq hissəmizdir. İndi danışıram qoşmadan. Diqqətli olun, xırda məqamları deyəcəm. Çalışacağım dərsin də video görüntüsü olsun ki, sonra baxmaq istəsəz baxa biləsiniz. Deməli, danışıram qoşmadan. Qoşma, bayaq da dediyim kimi, sözə qoşularaq müəyyən məna çalarları yaradan köməkçi nitq hissəsidir. Qoşmanın ismin müəyyən hallarında olan sözlərə qoşulur. Amma yerlik və təsiri halda olan sözlərə qoşula bilmir qoşma. Yerlik və təsiri haldan başqa, yəni adlıq, yiyəlik, çıxışlıq, yönlük, bax bu hallara asanlıqla, rahatlıqla qoşula bilir. Bu hallardan sonra işlənə bilir. Hər bir yiyəlik halda işlənən qoşmalar ayrıdır, çıxışlıqda işlənən qoşmalar ayrıdır, yönlükdə işlənən, yəni hərəsi ayrı-ayrılıqdadırlar. Eşidirsiniz hamımıza, səsim yaxşı gəlir? Bəli. Sonra, qoşmanın mənaca növlərini bölüşdürəndə yəqin ki, gördünüz ki, məsələn, adlıq halda işlənənlərə məsələn deyə bilər, adlıqla yiyəlik daha çoxdur. Qədər, kimi, təkca, üçün, bunlardır. Yönlüklə işlənənlər, məsəl üçün, aid, dair, məxsus, sənə doğru, məsələn, sənə qarşı, səndən əvvəl. Görürsünüz? Çıxışlıq hal şəkilçiliyi sözlə birlikdə işlənir və yaxud da sənə görə, mənə görə bunlarla işlənə bilir. Bunlar, deməli, onların işlənmə hallarıdır. Sonra keçirik qoşmanın məzmunca növlərini, mənaca növlərini daha doğrusu bayaqları bildik azdan çoxdan testlər üstündə də onları daha da möhkəmləndirmək lazımdır. Qoşmanın, deməli, iki cür yazılış forması var. Ya sözə bitişik yazılır, ya da sözdən ayrı yazılır. Bir mənalı olaraq yadınızda saxlayın ki, bir hecalı qoşmalar sözə bitişik yazılan qoşmalardır. Bunlara tək, cacə, dək, can, bax bunlar kimi evəcən, məsəl üçün, bunlar bu tiplilər. Bir hecalı qoşmalardır, sözə bitişik yazılır. Ondan başqa çox hecalılar isə sözdən ayrı yazılır. Məsələn, sonra, əvvəl, qabaq, kimi və s. İlə qoşması isə iki cür formada yazıla bilər. Həm bitişik yazıla bilər, həm də defislə. Əgər şəkilçiləşmiş formasıdırsa, onda bitişik yazılacaq. Amma bu formada olarsa, onda defis deyirəm, ayrı yazıla bilər. Ayrı yazıla bilər. Məsəl üçün, deyirəm, bir var qələmlə bu formada, bir də var qələm ilə bu formada yaza bilər. Yəni, hər iki forması düzgündür, səhv hesab olunmur. Sonra, qoşmanın məna növlərinin digər nitq hissəsi ilə amonimlikləri var. Bunları mütləqdir ki, biləsiniz. Testlərdə rahatlıqla tapa biləsiniz. Məsəl üçün, kimi həm qoşma funksiyasında işlənə bilər, həm də sual əvəzli funksiyasında işlənə bilər və yaxud da qeyri-müəyyən əvəzli. Yəni, qoşma və əvəzlik kimi işlənir. Qoşma kimi işləndə isə iki məzmunda olur. Bir var bənzətmə, müqayisə, bir də var ki, kimi zaman bənzətmə, müqayisə, bir də məsafə mənasında. Məsələn, biri var ki, evə kimi danışdı, məsafə bildirir. Bir də var sənin kimi, heç kim məni başa düşmür, bənzətmə bildirir. Əvəzlikdə də məsələn, kimi çağırırsan, sual əvəzliyin tərkibində, kimi istəsən çağıra bilərsən. Məsəl üçün, qeyri-müəyyən əvəzlik məzmununda işlənə bilər. Bu kimi. Sonra, əvvəl. Bax, bunlar həm zərf ola bilər, həm də qoşma kimi işlənə bilər. Ən sadə yolu fərqləndirməyin. Əgər çıxışlıq hal şəkilçili sözə tabi olarsa, məsələn, səndən əvvəl, səndən sonra, onda burada
qoşma funksiyasında işlənəcək. Yox, əgər sərbəst, müstəqil şəkildə işlənərsə, sonra oxudum, dərsimi oxudum. Nə zaman sonra müstəqil şəkildə işlənərsə, zərf funksiyasında işlənər. Yadınızda saxlayın ki, qoşma bir mənalı olaraq özündən əvvəl hal şəkilçili söz istəyir və o sözlə birlikdə birləşib bir cümlə üzvü vəzifəsində çıxış edir. Sonra keçirəm sonra və başqa sözü. Başqa həm qoşma ola bilər, həm də sifət ola bilər. Yenə, səndən başqa, sən çox dedikdə, məndən başqa hamı gəlmişdi. Bax, burada qoşmadır. Sonra deyirəm ki, başqa kitab gətirin. Burada isə sifət funksiyasında işlənib, özü müstəqil şəkildə işlənib və hətta söz birləşməsinin əvvəlində işlənib. Məsələn, sarı sözü də bu qrupa aid ola bilər. Sarı biri var qoşma kimi, biri var feil kimi, biri də var sifət kimi. Məsələn, deyirəm sarı rəng, biri də var deyirəm mənə sarı, mənə tərəf, bir də var sarımaq, yaranı sarımaq. Bir növ anonimliklərindən danışırıq da biz. Sonra qoşma belə. Bunun hamısını seçərdik. Sonra qoşmanın, keçdik qoşmadan bağlayıcılara. Hələ ki, bu qədər kifayətdir. Sonra testlər üstündə də danışacağıq. Sonra keçirəm bağlayıcıya. Bağlayıcının sintaktik vəzifəsinə görə iki növ var. Tabesizlik və tabellik bağlayıcıları. Tabesizlik bağlayıcılar həmcins üzvlərin tərəfləri arasında olur və yaxud da tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olur. Tabeli bağlayıcı, tabellik bağlayıcıları isə ya tabeli mürəkkəb cümlənin tərəfləri arasında olur. Və bunları təbii ki, ayırmaq lazımdır. Tabesizliklərə biz deyirik ki, birləşdirmə bağlayıcıları, inkarlıq bağlayıcıları, iştirak bağlayıcıları, bölüşdürmə, aydınlaşdırma bunlara aiddir. Bunları da hər dərs soruşacağam. Hələ ki, köməkçi qısaləni qutarana qədər soruşacağam. Tabeliyə isə səbəb bağlayıcıları, şərt, güzəşt, aydınlaşdırma aiddir. Bunların növlərinin hamısını əzbər bilməlisiniz, bu sözsüz. Sonra keçirəm bağlayıcılarda vergülün işlədilməsinə. Nədə, ya da, gah da, bax bu tipli bağlayıcılarda, ya da, gah da, istərsə də, bu tipli bağlayıcılarda ikincidən əvvəl vergül qoyulmalıdır. Məsəl üçün deyirəm, ya Nuray, vergül, ya da Zümrüd danışsın. Bax, burada artıq neynədim? Birincidən sonra bir dənə söz işlənməlidir, sonra da ikincidən əvvəl də vergül işarəsindən istifadə etməliyik. Sonra amma, ancaq, lakin, hətta, habelə, o cümlədən, həmçinin, çünki bunlardan əvvəl vergül qoyulur. Dərsi oxumamışdım, çünki evdə yox idik. Bax, çünkidən bəzən uşaqlar əvvəl, sonra vergül qoyur, səhvdir, əvvəl qoyulmalıdır. Mən gəlmişdim, vergül, amma dostum gəlməmişdi. Ammadan əvvəl. Amma, lakin, hətta, habelə, o cümlədən, yəni, bax, bunları öyrənməlisiniz, çünki durğu şairələr bölməsində bizə lazım olacaq. Bunlardan əvvəl vergül qoyulur. Ki bağlayıcısından sonra həmişə vergül qoyulur. Dedim ki, dərsini oxu. Ki bağlayıcısından sonra vergül işarəsindən istifadə olunur. Sonra başqa vergül işarəsindən, dadə bağlayıcısı var. Dadə bağlayıcısında isə sadalanan sözlərin tərkibində işləndiyinə görə daha çox dadə bağlayıcısı olan cümlələrdən meyvə də, məsəl üçün, salat da, stolun üstünə düzülmüşdü. Salat da, nə bilim, boş qablar da stolun üstünə düzülmüşdü. Burada ondan sonra vergül işarəsindən istifadə olunur. Sonra və bağlayıcısı yadınızda saxlayın. Həm cümlələri bir-birinə bağlaya bilər, həm sözləri bir-birinə bağlaya bilər. Amma ilə bağlayıcısı cümlələri bir-birinə bağlamır. Və ilədə isə ümumiyyətlə vergül işarəsindən istifadə olunmur. Nə əvvəl, nə də sonra. Ümumiyyətlə vergül işarəsində və bağlayıcısından istifadə, ilədə də istifadə olunmur. Bir də bayaq soruşarsınız ki, müəllim, ilə bağlayıcı da var. ilə qoşma da var. Bəs bunu necə fərqləndirirəm? Əgər iləni və ilə əvəz eləyə bilirsinizsə bağlayıcıdır. Əvəz eləyə bilmirsinizsə qoşmadır. Bir də ilənin şəkilçiləşmiş forması lalə zərf düzəldən şəkilçi kimi də çıxış eləyə bilər. Onda diqqətli olmalısınız. Məsələn, surətlə sözündə siz deyə bilməzsiniz ki, burada ilə ya qoşmadır, ya bağlayıcıdır. Burada necə surətlə zərf düzəldən şəkilçidir. Məsələn, deyirəm ki, Vüsal qatarla getdi. Nə etdi?